Heydər Əliyev Fondunun gənc istedadların yaradıcılığının üzə çıxarılması məqsədi ilə həyata keçirdiyi layihə çərçivəsində vokal ifaçısı Səməd Novruzov İtaliyada musiqili proqramda çıxış edib. Avqustun sonundan noyabrın əvvəlinədək Florensiya şəhərindəki Avropa Akademiyasında vokal bacarıqlarını təkmilləşdirən ifaçı Santo Stefano al Ponte muzeyində İtaliyanın tanınmış opera müğənnisi Chiara Panaggio ilə eyni səhnəni bölüşərək solo və duet şəklində İtalyan bəstəkarlarının əsərlərindən klassik ariyaları səsləndirib. 2023-cü ildə gənc ifaçıların 4-cü Respublika müsabiqəsinin qalibi olan Səməd Novruzov hazırda Bakı Musiqi Akademiyasının 4-cü kurs tələbəsidir. Bu proqram çərçivəsində Belcanto vokal məktəbini inkişaf etdirdim. Belə deyək, yeni nələrsə öyrəndim, yeni bir bacarıqlar öyrəndim. Az da olsa koloratura texnikasından biraz işlədik müəllimə ilə. Mənə ən çox belə doğma olan, xoş təsir bağışlayan mənim opera repertuarı müəllimim Gianni Cini oldu.